Azərbaycanda rəsmi olaraq BYD-nin ilk yerli istehsal elektrik avtobusları istifadəyə verilib. Yenavaz.com xəbər verir ki, bu barədə BYD məlumat yayıb. Bildirilir ki, BYD və tərəfdaşları 300 ədədlik sifarişin ilk 50 avtobusunu Azərbaycana təqdim ediblər. Bu nəqliyyat vasitələri yeni fəaliyyətə başlayan Azərbaycan Enerji Otomotiv Factory zavodunda istehsal olunub. Yerli istehsal elektrikli BYD avtobuslarından Bakı, Qarabağ və Naxçıvanda istifadə olunacaq. Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan Azərbaycan Enerji Otomotiv Factory MMC 7 noyabr 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu Azadlıq prospekti ev 1-də yerləşən MMC-nin qanuni təmsilçisi Rüstəmov Tariyel Nazimoğludur. Tariyel Rüstəmov eyni zamanda 2020-ci ildə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə qeydiyyata alınan Electrify Azərbaycan MMC-nin qanuni təmsilçisidir. Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanda Səbail rayonu Azadlıq prospekti ev 1-də məşhur iş adamı İskəndər Xəlilovun oğlu Rəhman Xəlilovun rəhbərlik etdiyi ISR Holding LLC MMC qeydiyyatdadır. Tariyel Rüstəmov eyni zamanda 2016-cı ilin aprel ayından ISR Holdingin maliyyə direktorudur. Məlumat üçün bildirək ki, holdingin təsisçisi olan İskəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər Lukol şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə Lukol Azərbaycan Neft şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər Lukol Türkiyə nümayəndəliyinin idarə heyətinin rəhbəri olub. Hazırda İskəndər Xəlilovun kiçik oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi ISR Holdingin rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və sairə kimi sahələr daxildir. Holding öz müəssisələri ilə yanaşı Parkin Bay Radisson, Hilton, Toyota, Lexus, Zara, Bershka və sairə kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.